Herkese salam, kanalıma hoş gelmişsiniz dostlar. Bugün sizlere toyuq biznesi sərfəlidirmi? Ondan danışacağım. İlk başta onu deyim. Toyuqları niye damda çektim? Aslında çöldə çəkəndə daha yaxşı olur. Sadəcə çöldə istər-istəməz həyət böyük olduğu üçün bütün toyuqların hamısını bir yerde çəkə bilmirəm. Amma damda hamısı bir yerde olduğu için istedim sizə damda çəkim toyuqlarınızı. Dostlar, bugünləri sizlərə dediyim kimi toyuq biznesi sərfəlidirmi? Yəni toyuq saxlamaq sərfəlidirmi, sərfəli deyilmi? Ondan danışacağım. Müsbət cəhətləri, mənfi cəhətləri, hər şeyi aydın şəkildə sizə izah edəcəyəm. Yenə ən sonda deyəcəyimi ilk başda olaraq sizə deyim ki, bəli, toyuq saxlamaq sərfəlidir. Yəni toyuq biznesi sərfəlidir. Hətta mənim həyatda saxladığım ördəkdən də, qazdan da, hündüşkadan da hamısından daha sərfəlisi toyuqlardır. Mənim bu toyuqlarım olmasa inanın mən onları saxlaya bilmərəm. Bunların gücünə saxlayıram. Niyə? İndi onu da sizlərə izah edəcəm. Başlayaq dostlar. Mən cins toyuqlar saxlamıram. Cins toyuqlarım sadəcə Brahmamdır. Bir də Brahmanın yerli toyuqlardan qarışdırmışam. Bir-iki dənə də, bir neçə dənə də ondan var. Genəldə yəni çoxunluq məndə sırf kənd toyuqlarıdır. Kənd toyuğu saxlamamın səbəblərini ilk öncə izah edeyim sizlərə. Xəstəliklərə daha davamlı olduqları üçün dostlar, cins toyuqlardan biraz daha xəstəliklərə davamlı olduğu üçün mən bunları daha üstün tuturam. Gələcəkdə yumurtalı cins toyuqları sürmə daxil etməyəcəyimi inşallah fikrim var, niyyətim var, edəcəyim. Amma hələ ki sırf məndə kənd toyuqlarıdır, bir də brahmalarım var və brahma xoruzundan kənd toyuğunun qarışığı olan cücələrdən saxlayıram. Sizə başlayayım dostlar, toyuqlardan mənə nə qədər xeyir qalır. Sırf sizə rəqəmlər verəcəm. Mənə bir toyuğumdan ildə 30 manat sırf xeyir qalır. Sırf yəni xərclərin çıxandan sonra, yem xərclərin, dərman xərclərin çıxandan sonra mənə bir toyuğumdan 30 manat xeyir qalır. Desəz ki, necə? Mənim ortalama bir kənd toyuğum dostlar ildə mənə 200-220 yumurta verir. O da indi məsələn hal-hazırda yumurtanın qiyməti 30 qəpikdir. Düşünürəm dekabra, bayram qabağa hətta 35-40 qəpiyə kimi qalxacaq. Çünki bu illəri hələ ki bizim kəndimizdə belədir və bildiyim qədərilə bir çox bölgəmizdə də xəstəliklər artıb. Yəni bizim kəndimizdə çox tək-tək adamların həyətində toyuqcuca qalıb. Yəni hamınki qırılıb. Yəni bilirəm ki bu bayram qabağa biraz get-gedə də yumurtanın qiyməti qalxacaq. Hal-hazırda bizdə 30 qəpikdir. Yayda, isti aylarda da yumurtanın ən ucuz qiyməti dostlar 20 qəpik. Çox nadir hallarda da bir 15-20 gün bir də görsən ki düşür 18 qəpiyə. Yəni ondan aşağı bizim buralarda artıq yumurta qiyməti düşmür. Mən də bunun ortalama qiymətini çıxardıram ki 30-35 qəpiyə satırsan qış aylarında elə olur yumurtanın qiyməti. Yayda da 20 qəpiyə, çox nadir hallarda 18 qəpiyə düşür. Ortalama 23-24 qəpikdən vururam. Yəni siz neçədən istəsiniz vura bilərsiniz. Qaldığınız yerin qiymətlərinə görə istədiyiniz kimi vura bilərsiniz. Mən də ortalama 23-24 qəpikdən bunların qiymətlərini vururam. 200-220 yumurtanı özünüz vurun və yumurtalı cins saxlasanız daha çox da qazanc əldə edəcəksiniz. Mən sadəcə kənd toyuğu saxlayıram və bunlardan aldığım yumurtaya görə vururam, çıxıram. Bundan da uşaqlar toyuğun da gündəlik yemək qabiliyyəti 100-150 qram arası deyirlər. Mən özümdən danışıram ha. 100-150 qram arası deyirlər toyuğa vermək lazımdır. Amma 150 qramı heç toyuq inanın yeyə bilmir. Bağlı şəraitdə saxlasaz belə 120-130 qram maksimum bunlara yem verəcəksiniz. Amma mən toyuqlarımı açıq şəkildə saxladığım üçün, açıq dediyim, yəni səhər çıxırlar, 1 hektarlıq həyətim var, otlayırlar, meyvələrim çoxdur bağda, ondan yeyirlər və yaxud da yeməsələr belə ən azından otlayırlar. Axşam və səhər yem verirəm, gündə 2 dəfə olaraq yem verirəm. Mənim bir toyuğuma düşən yem miqdarı uşaqlar 80 qramdır. Heç bəlkə 70 qram da düşür. Tam olaraq 80 qram da düşmür. Özünüz də mənim götürdüyüm yumurtaları bilirsiniz ki, bugün də toplamamışam. Yumurtalarımız buradadır. Hələ bugün də toplamamışam yumurtaları. Özüm də hər gün canlı yayınlarda, videolarımda sizə neçə yumurta götürdüyümü, neçə toyuqdan neçə yumurta götürdüyümü deyirəm. Dediyim kimi uşaqlar, mən 70-80 qram bunlara gündəlik yem verirəm. Hərəsinə düşən yem miqdarı odur. 70-80 qram. Özünüz də bunu illiyə vurun, 365 günə vurun. Hələ onu deyim ki uşaqlar, bu qış aylarındadır mən bu qədər verirəm. Yay aylarında mənim toyuqlarım bir dənəsi 50 qram yem yeyir. Çünki bağımda meyvəm çoxdur. Onları yeyirlər. Əlavə olaraq ot filan çox olur. Yəni mən daha hələ maksimum qiymətindən vururam, sizə deyim, maksimum qiymətindən. Mən 30 manatdan da çox qazanıram bir toyuqdan. Sadəcə yəni sizə ölçüm eləmək üçün, yəni
bunu 365 günə vurdum ki, yayda mən toyuqlarıma heç 80 qram da yem vermirəm. Mənim yayda toyuqlarım bir dənəsi 50 qram yem yeyir. Çünki yayda toyuqlarımı cəmi gündə bircə dəfə yemləyirəm, buraxıram. Axşam toyuqlarıma yemləyirəm çünki ehtiyac da olmur, yetər qədər doyurlar. Dediyim kimi uşaqlar, mən minimum, yəni ən azından bir toyuqdan mənə 30 manat qiymət qalır. Bu toyuqlarıma sayəsində da digər heyvanlarımı saxlayıram. Çünki bilirsiniz ki, məsələn, hündüşka ildə bir dəfə bayram qabağı satılır. Yəni çünki ən azından onları 6-7 ay saxlamalısınız ki, satdığa gəlsin. Qazdır, yenə həmçinin ən azından 5-6 ay saxlanmalıdır. Lal ördəkdir, yenə bir 4 ay saxlanmalıdır. Onlardan da yumurta olaraq xeyir götürmürsən, ancaq saxlayıb ətli olaraq sata bilirsən. Yəni yumurta olaraq onlardan bir xeyir götürə bilmirsən. Amma toyuqlardan mən bu qədər qazanc götürürəm. Bunu dəqiq nə cür istəyirsinizsə sübut edə bilərəm ki, bütün günü həm videolarımla, həm də demək olar hər gün canlı yayın açıram. Hər gün də canlı yayınızda qabağınızda oluram. Toyuqlarımın yediyi yemək, miqdarına qədər hər şeyi görürsünüz. Qısacası dediyim kimi uşaqlar, mən toyuqlarımın birindən 30 manat minimum qazanc götürürəm. Daha artıq götürdüyüm vaxtda olur. Hesablayın. Məsələn 100 toyuq saxlasın. 100 toyuq 30 manatdan, yəni birinin 30 manat xeyir gətirəcəyini, ki daha çox gətirir də 30 manat xeyir gətirəcəyini götürürəm. 100 toyuq biri 30 manatdan xeyir gətirsə, bu eləyir 300 manat ildə. Onu da 12 aya böləndə 250 manat filan düşür. Onu da 12 aya böləndə uşaqlar 250 manat filan təxmini hər ay sizə qazanc düşür. Hər ayuza qazanc düşür. Mənim də hal-hazırda uşaqlar yem xərclərim indiki bu dövrdə, çünki ətli cücələrim var, onlar daha çox yem yeyirlər və bahalı yem yeyirlər. Əlavə olaraq da hündüşkalarımı filan kəsmə yaxındır deyə yem artırmışam deyə bir ayda 250 manat bütün heyvanlarımın yeməyidir. Amma yayda heç bu qədər olmur, az olur. Yayda buğda filan da ucuz olur, daha ucuz qiyməti alıram. Dediyim kimi həm az qidalandırıram. Ona görə uşaqlar, məndə bütün toyuqlarım mənim bütün heyvanlarımın yem xərclərini qarşılayır. Əlavə olaraq buradan da mənim kəsdiyim cücələr ki qarşılamır ha. Çünki mənim toyuğum azdır, sadəcə saxlasın deyirəm də. Amma belə götürəndə zaten mənim də hər ay 250 manat yem xərcim olmur ki, indi artır. Mənim yayda heç ayda 100 manat yem xərcim olur, olmuyor. Demək olar mənim toyuqlarımı inşallah bu il fərələrim zadının hamısı yumurtaya düşsün. Mənim toyuqlarım artıq bütün heyvanlarımın yem xərclərini qarşılayacaq və yaxud da ki siz də 100 toyuq saxlasınız, bütün heyvanlarınızın yem xərcini qarşılayacaq. Əlavə olaraq onun yanında saxlayacağınız cücədən kəsib yeyəcəksiniz, o sizə qalacaq. Hündüşkozu satasınız, məsələn deyirəm 30 dənə onun yanında hündüşka saxlayasınız, onu satasınız, onun xeyri sizə qalacaq. Bir 30 dənə, 40 dənə ördək saxlayasınız, məsələn deyirəm, onu satacaqsınız, onun xeyri sizə qalacaq. Bu tip xeyirlər sizə qalacaq. Belə deyim də uşaqlar, mən hal-hazırda mənim sürümü təxminən bilirsiniz də, bir 40 hündüşkan var, nə bilim, bir 35-40 dənə ördək saxlayırdım, bir 50-60 dənə toyuğum var, indi hal-hazırda hamısı yumurtaya düşməsə də düşəcək. Bir 70-80 dənə cücə saxlaya bilirəm bu toyuqların pulunun sayəsində. Bir 70-80 dənə cücə saxlaya bilirəm. Ortalama da belə deyim sizə, ayım mənim hardasa bu toyuqlardan, həyətimizdəki heyvanlardan ortalama kəsib yediklərimizi də saysa daha çox çıxar da. Heç kəsib yediyimi saymıram. Satdığımı filan saydıqda ayda 200 ilə 300 manat arası hər ay mənə xeyir qalır. İndi hər ay dediyim, yəni hər ay buradan götürmürəm. Amma məsəl üçün dekabrda krupnu hündüşkanı satırsan, onu digər aylara böləndə, ördəyi satanda digər hamısına böləndə görürsən ki, ayda 200 ilə 300 arası heyvandarlıqdan, kənd təsərrüfatından sənə xeyir qalır. İndi əlavə işiniz olsa, bunu da hobbi kimi görüb əlavə qazanc kimi saxlaya bilərsiniz. Əlavə olaraq da təbii ki, siz götürərsiniz, toyuğunuzun sayını artırarsınız və yaxud da ki, digər heyvanlarınızın sayını artırarsınız. Təbii ki, daha çox qazanc götürəcəyiniz məlumdur. Amma kənd təsərrüfatında, yəni qanadlılar sinifindən gedir söhbət. Ördəkdir, qazdır, hündüşkadır. Bunlardan ən sərfəlisi hansıdır deyirsiniz? Təbii ki, toyuqdur. Heç bir heyvan, nə hündüşka, nə obursu, nə bubursu mənə toyuq qədər xeyir vermir. Əlavə olaraq da yəni xeyir versə belə uşaqlar, onun əziyyəti daha çox olur. Bu toyuqların həm əziyyəti azdır. Çünki baxın uşaqlar, səhər yemin verirəm, açıram, buraxıram. Gedirlər, gəzirlər, atlanırlar, tullanırlar, yeyirlər, içirlər. Axşam yenə gəlirlər, girirlər yerlərinə, yenə qabaqlarına yemlərini tökürəm. Mənim missiyam bitdi.
Bunlara da H vaksini ilə qoruyuram. 3 aydan bir H vaksini vurursunuz. Ara bir də sularına sirkəli su qatırın. Fisiyo mənim bunlardan misyam qutardı. Yoxsa məsələn hündüşka saxlayırsınız, hündüşkanın xəstəliyi qutarmır. Nə bilim ildə 4 dəfə, 5 dəfə qurd dərmanı ver, onu ver, bunu ver. Toyuqlarıma da verirəm, qurd dərmanı ildə 2 dəfə verirəm. Yəni hündüşkanın problemi bundan çoxdur. İpirostu yenə ördəkdir, onların da nə bilim bağlı şəraitdə saxlayırsınızsa həyətinizi sucaq eləyirlər, palçıq eləyirlər. Açıq şəraitdə məsələn mən özümdən danışıram. Gölə buraxıram, gəh gedir biri göldə itir. Bir də görsən gecə gəlmirlər göldən. Bəli, gedirsən düşürsən onların dalına, gecə göldən gətirirsən. Amma toyuqlarımız görür nə sakit. Yəni səhər buraxırsan gəzir, atlanır, tullanır, axşam da gəlir belə girir yerlərinə sakit. Bir 20 gündən bir yerlərini təmizləyirsən, fisiyo qutardı getdi. Ona görə mənə görə mənim üçün kənd təsərrüfatında ən sərfəli toyuqdur. Sizə də zaten düşünürəm ki, gərəkli bütün şeyləri izah elədim. Yəni özünüz hesablayın da. Toyuğunuz neçə yumurta yumurtayır? Mən kənd toyuğundan danışıram. Mənim toyuqlarım ildə 200-dən çox yumurta verir mənə. 200, 220, 230 indi ortalama götürür də. Çünki elə toyuq var ki, məsələn deyirəm, 280 yumurta verə bilər sənə, amma elə toyuğunda var ki, 180 dənə yumurta verə bilər. Məsələn deyirəm, qoyun görüm tapa biləcəyim o toyuğumu. Mənim bir toyuğum var, 7 yaşı var da. Çünki mənim həyətimə 2 dəfə xəstəlik düşüb, o toyuq. 7 yaşı var uşaqlar, 8 yaşına keçib. Həyətimə 2 dəfə xəstəlik düşüb, bütün heyvanlarım ölüb, qazdan başqa. Bir qazlarım qalıb, bir onlar qalıb. İndi düzdür, qazım yoxdur, amma 2 dəfə xəstəliyə düşüb, bir qazım qalıb, bir o qalıb. Hündüşkam ölüb, toyuğum ölüb, hamısı ölüb, bir o toyuqla qazlar qalıb. Ona görə o toyuq yəni ölənə kimi mənim qapımda olacaq. Məsəl üçün indi onun 7 yaş var, yumurta verimi düşüb aşağı uşaqlar. Mənə ildə verir 180, 160, təxmini 150. Bu aralarda yumurta verir. Amma dediyim kimi mən onu çıxartmayacağam içindən. Ola bilər Cavan Fərəvüzdə ola bilər az yumurta versin, mümkündür. Məsələn deyirəm, mənim burada toyuqlarım var ki, Brahmi ilə qarışıqdır. Məsələn o toyuğum mənə ildə 230 yumurta vermir, uşaqlar az verir. Çünki Brahmalar az yumurta yediyinə elə bil biraz qanın onlardan götürüb. Amma niyə saxlayıram onu? İri cüssəlidir ona görə. Ondan alınan balalar yaxşı olacaq. Məsələn onu götürüb yerli xoruzla cütləşdirirəm. Məsələn deyirəm, onu indi iminli birə-bir götürüb cütləşdirmirəm. Sadəcə onu götürüb yerli xoruzla cütləşdirəndə alınan balalar iri cüssəli, biraz da kənd toyuğuna yaxın olur. Yəni ona görə iri cüssəli olduğu üçün saxlayıram. Ondan mənə 2-3 dənə var idi. İndi ölüblər, eləyiblər, o qalıb. O sürüdən çıxıblar. Məsələn o qalıb. Ondan 3 dənə idi. Eyni boydan idilər. Hamısı iri-iri. Digər toyuqlara nisbətən görürsüz necə iridir. O indi Brahma deyin, ona baxmayın. Baxın ona baxın, o toyuğa baxın. Görürsüz necə iridir. Baxın o da Brahma ilə qarışıqdır. Hələ payızda çıxıb deyini biraz cırdır. Mən onları ona görə saxlayıram. Amma ortalama vuranda axı mənim elə toyuğum var burada mənə 240 yumurta verir. Onun məsəl üçün 180 yumurta verməyi mənim gözümə görünmür də. Ortalama hesablayıram. Ortalama vuranda 200-220 yumurta çıxır. Belə uşaqlar, yəni bu haqqında sizə deyəcəyim çox bir şey yoxdur. Dediyim kimi bu tip qazanclar əldə edə bilərsiniz. Mən toyuqlarımın sayını inşallah ki gələn ilə 150-yə qədər çıxartmaq istəyirəm. Təbii ki bu damda yox. Mənim bu damım uzaqbaşı 80 toyuğu çıxardar, lap 90 toyuğu çıxardar ki bir 10 dənə xoruzun fikirləşəndə bu 100 dənə eləyir. Ona görə bu damı fikirləşmirəm. Orada heyvanlar üçün tikdiyim dam var. Onun birini artıq toyuqlara ayıracağam və toyuqlarımın sayını inşallah ki 150-yə çıxartmaq istəyirəm. Əgər bu illərdə bilirsiniz qonşuda hər yerdə xəstəlikdir. Bütün qonşularımızda xəstəlik var. Keçən dəfəki bundan qabaqki videomda sizə ondan bəhs eləmişdim. İnşallah ki sağ-salamat, çünki vaksin də vurmuşam, əlavə tədbirlər də görürəm. Əvvəlki videoma baxa bilərsiniz nə tədbirlər görmüşəm. Yəni maksimum dərəcədə heyvanlarımı qorumağa çalışıram. Başlarına inşallah bu il bir şey gəlməsə, gələn illər toyuqlarımın sayını ən azından 120-150 arası çıxartmaq istəyirəm. Qismət olar inşallah. Çünki toyuqdan dediyim kimi mənə xeyir gəlir ki, ziyan gəlmir. Bunların sayını artırdıqca digər təsərrüfat heyvanlarımızın da növlərini və yaxud da ki saylarını inşallah artırmağı fikirləşirəm. Genəldə uşaqlar artıq dekorativlərə keçmək istəyirəm. Tovuz quşudur, qırqovuldur filandır, bu tip şeylərə də saxlamaq istəyirəm. Çünki onların qazancı, məsələn deyirəm, 30 dənə hündüşka saxlamaqdansa 3 dənə, 4 dənə
Tovuz quşu saxlamaq ondan 1000 dəfə sərfəlidir. Ondan da az yemək yeyəcək, ondan da daha çox mənə qazanc verəcək. Çünki tovuz quşların bilirsiniz ki, cütünün qiyməti ən azından heç olmasa 300-400 manatdan başlayır. Yəni ildə 15 dənə, 20 dənə tovuz quşu satsam, mənə o hündüşkadan verəcəyi qazancın 2 qatını verir. Daha az heyvandan, daha az əziyyətlə. Ona görə artıq biraz da dekorativ heyvanlara keçmək istəyirəm. Həm sizə çəkəcəyim videolar daha qəşəng olsun deyə, həm də düşünürəm ki, artıq o lazımdır mənim sürümə. Sırf tək yerli heyvanlarla əmələ gəlmir, alınmır. Belə dostlar, yəni əlavə suallarınız da olsa yenə yazarsınız. Növbəti videolarımda da danışmağa çalışaram. İndi bacardığım qədər digər heyvanların da biznesləri, yəni hansı sərfəlidir, onun haqqında danışacağam. Bir də ümumi kənd həyatına keçmək istəyənlər, kəndə köçmək istəyənlər, ümumi bu toyuqca saxlamaq istəyənlər, heyvanqara saxlamaq istəyənlər üçün də ayrı bir video çəkəcəm ki, nələrə diqqət etsinlər, nələrdən başlasınlar. Amma bu toyuqlar üçün də onu da deyim ki, sizlər uşaqlar, əgər sırf heç toyuq saxlamamısınız, ilk dəfə toyuqca biznesə başlayacaqsınız, yəni toyuq saxlamağa başlayacaqsınızsa, mütləq uşaqlar az sayla başlayın. Heç təcrübəniz yoxdursa, gedib bir dəfəmlik 150 dənə, 200 dənə, nə bilim 100 dənə toyuq almayın. Çünki bunların da özünə görə xasiyyətləri, xəstəlikləri, özünə görə şeyləri var. Yəni bilmərsiniz, gedir alarsınız, o sizə iminli o qədər çox qazanc götürə bilməzsiniz. Bunun təcrübə çox başqa şeydir. Həm az heyvandan başlayın, həm də həmişə saxlayan insanlardan, bir nəfərdən, 2 nəfərdən, 3 nəfərdən məsləhət almağınız tövsiyə olunur. Əgər sırf bu işə ilk dəfə başlayacaqsa, düzdür. Toyuq digər heyvanlara nisbətən daha asandır baxmaq, o heç, amma yenə də istər-istəməz hər şeydə olduğu kimi burada da təcrübə lazımdır. Biraz çalışın ki, bilən insanlardan maraqlanın, soruşun. Bir də az heyvandan, ən az bir il filan az heyvandan başlayın, yavaş-yavaş sürünüzü artırın. Belə dostlar, sağ olun, salamat qalın, kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. İnşallah ki, növbəti videolarda görüşərik. Bu arada sonuncu dəfə dünənləri 2000 abunə oldu. Bu videonu mən sizə sabah paylaşacağım. Elə bir 2 gün qabaq olmuş o da 2000 abunə. Abunə olanlar hər kəsə, izləyən hər kəsə də öz təşəkkürümü bildirirəm inşallah. Sağ olun, salamat qalın.